Niyə insanlar vaxtla məhdud bir həyat yaşayır və sonunda ölürlər? Çünki günahın əvəzi ölümdür. Müqəddəs kitab deyir ki, ölməmizin səbəbi günahlarımızdır. Əgər ölümə layiq günahlarımız bağışlanarsa, bədənimiz məhv olsa da ruhumuz əbədi yaşaya bilər. Bəs günahların bağışlanmasını necə əldə edə bilərik? Yazıldığı kimi vəftiz edən Yəhya çöldə meydana çıxdı. O, insanların günahlarının bağışlanması üçün onların tövbə edib vəftiz olunmasını vəz edirdi. Bütün Yəhudiyyə diyarından olanlar və Yerusəlim sakinlərinin hamısı onun yanına gəlirdi. Onlar günahlarını etiraf edərək onun tərəfindən Yordan çayında vəftiz olunurdular. İsa bizə nümunə göstərmək üçün günahların bağışlanmasına aparan yol olan vəftizdən keçdi. Vəftiz müqəddəs mərasimdir ki, onun vasitəsilə günahlarımızın bağışlanmasını ala və Tanrının övladları kimi yenidən doğula bilirik. Əgər belədirsə, nə vaxt vəftiz olmalıyıq? Lidiya Məsihi dərk etdiyi kimi dərhal vəftiz olundu. Efiopiyalı xədim yolda dərhal vəftiz olundu. Həbsxanaçı dərhal gecə vaxtı vəftiz olundu. Niyə imanımızın əcdadları Məsihi dərk edən kimi dərhal vəftiz olundular? Bu, Tanrının vədinə inandıqlarına görə idi ki, vəftiz yolu ilə günahlarının bağışlanmasını qəbul etsələr, bədənləri məhv olsa da ruhları əbədi yaşayır. Buna görə də vəftiz günahları bağışlamaq və əbədi həyat bəxş etmək səlahiyyətinə malik olan xilaskarın adı ilə həyata keçirilir. Xilaskarın adını bilirsinizmi? Atanın, oğlun və müqəddəs ruhun adını. Atanın adı Yehova, oğlun adı isə İsa'dır. Onda müqəddəs ruhun adı nədir? Zəhmət olmasa, ata Yehova, oğul İsa və müqəddəs ruhun yeni adı ilə vəftiz olunaraq günahların bağışlanmasını və əbədi həyatı qəbul edin.